Müxalifətin radikal qanadı xarici qüvvələrin göstərişləri ilə ölkənin milli maraqlarına zərər vurur, xarici güclərin gündəliyinə uyğun hərəkət edir və Gürcüstanın suverenliyini sarsıdır. Bunu parlament sədri keçirdiyi brifinqdə müxalifətin son dövrlərdə Çin, Rusiya və İranla bağlı səsləndirdiyi bəyanatları şərh edərək bildirib. Şalva Papuaşvili qeyd edib ki, müxalifətin bir hissəsi məqsədli şəkildə yalan məlumatları yayır və bununla da ölkənin maraqlarına zidd fəaliyyət göstərir. Onun sözlərinə görə dövlətlər arasında sağlam tərəfdaşlıq bir ölkənin digərinin maraqlarına xidmət etməsinə deyil, milli maraqların uzlaşmasına əsaslanır. Gürcüstan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın başlanması birmənalı qarşılanmayıb. Hakim komanda strateji tərəfdaşlığın yeni mərhələyə keçməsini mühüm addım adlandırır və bildirir ki, bu əməkdaşlıq Gürcüstan üçün vacib siyasi əhəmiyyət daşıyır. Müxalifət isə Çinlə iqtisadi əməkdaşlığı dəstəkləsə də, ABŞ-la strateji tərəfdaşlığın itirilməsinin əvəzini Çinin verə bilməyəcəyini qeyd edir. Dünən Gürcüstan və Çin arasında 3 il əvvəl imzalanmış saziş genişləndirilib ki, bu da hərtərəfli strateji tərəfdaşlığın başlanmasını nəzərdə tutur. Parlamentin reqlamentinə dəyişikliklər edilir. Dəyişikliklər interpelasiya prosedurunu prezidentin illik hesabatını və İctimai Yayım Şurasının formalaşdırılması qaydalarını əhatə edir. Deputatlar hökumət üzvlərini parlamentə həftədə 2 gün deyil, 3 gün çağırmaq imkanına malik olacaqlar. Prezidentin illik çıxışından sonra isə fraksiya rəhbərləri və parlament çoxluğunun liderləri çıxış etməyəcək. Dəyişikliklər sürətləndirilmiş qaydada müzakirə olunur və parlament sədri Şalva Papuaşvili deputatlara yeniliklərin mahiyyəti və səbəbləri barədə ətraflı məlumat verir. Tbilisi meriyası 45 ailəyə yeni mənzil təqdim edib. Mənzillər Çuğureti rayonunda Paata Saqazi küçəsi 19 ünvanında yerləşən qəzalı binada yaşayan ailələrə verilib. Həmin ünvanda uzun illər ərazidə Abxaziyadan məcburi köçkün düşmüş ailələr və sosial cəhətdən həssas vətəndaşlar yaşayırdı. Bina qəzalı vəziyyətdə olduğundan sakinlər üçün təhlükə yaradırdı. Tbilisi meriyası ailələrin təhlükəsizlik yaşayışını təmin etmək məqsədi ilə layihəyə 2019-cu ildən başlayıb və Çuğureti rayonunda Qapanacı küçəsi 4 ünvanında ayrılmış torpaq sahəsində yeni yaşayış binaları inşa edib. ABŞ İrana qarşı özünü müdafiə zərbələri endirib. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə hücumlar Prezident Donald Trumpın göstərişi ilə Hörmüz boğazı yaxınlığında Amerika helikopterinin vurulmasına cavab olaraq həyata keçirilib. Komandanlığın bəyanatında əməliyyatın İranın əsassız addımlarına proporsional cavab olduğu bildirilir. İran dövlət mediasının məlumatına görə ölkənin bir neçə bölgəsində partlayış səsləri eşidilib. Buna cavab olaraq İran, Bəhreyn, Küveyt və Yordaniyada yerləşən ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə hücum edib. ABŞ hərbçilərinin sözlərinə görə Tehranın bütün hücumlarının qarşısı alınıb. İranla razılaşma bir həftə ərzində və ya bir neçə ay sonra imzalana bilər. Bunu ABŞ-ın vitse-prezidenti J.D. Vance CBS News-a müsahibəsində bildirib. Onun sözlərinə görə Vaşinqton və Tehran razılaşmaya çox yaxındırlar, lakin dəqiq vaxt məlum deyil. Vance əmindir ki, ABŞ-da aralıq seçkilərə qədər tərəflər mütləq razılığa gələcəklər. O qeyd edib ki, Donald Trumpın məqsədi uzun müddətli perspektivdə işləyəcək və İranın nüvə proqramını real şəkildə məhdudlaşdıracaq bir saziş əldə etməkdir. Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirmir, çünki üzv dövlətlər arasında bu məsələdə vahid mövqe yoxdur. Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bildirib. Onun sözlərinə görə ölkələrin fərqli baxışları olduğundan ortaq qərara gəlmək olduqca çətindir. Kallas qeyd edib ki, Avropa Komissiyası yaxın vaxtlarda İsrailə qarşı yeni tədbirlər təqdim edəcək, lakin onların təsdiqlənəcəyinə inanmır. O əlavə edib ki, bu vəziyyət müəyyən məyusluq yaradır. Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, onu Vladimir Putin və Donald Trumpa göndərdiyi məktublar konkret nəticə verib. Zelenski qeyd edib ki, son bir ay ərzində Avropa İttifaqına, ABŞ Konqresinə, Donald Trumpa və Vladimir Putinə bir neçə məktub ünvanlayıb. Onun sözlərinə görə ABŞ-a göndərilən məktubun məqsədi Vaşinqtonun diqqətini yaxın şərqdən Ukraynaya yönəltmək olub. Prezident məktubların nəticə verdiyini desə də, bunun nədən ibarət olduğunu açıqlamayıb.
Dinamo Arena stadionunda ilin ən böyük musiqi şousu iyunun 12-sində keçiriləcək. Gürcü dinləyicilər qarşısında müasir musiqi dünyasının ən nüfuzlu simalarından biri olan Kanye West çıxış edəcək. Hazırlıq işlərinin gedişi ilə Mədəniyyət naziri tanış olub. Kanye West'in yaradıcılıq portfelində 24 Grammy mükafatı, 150 milyondan çox satılmış albom və yadda qalan konsert proqramları yer alır.